Spirulina, yer üzündə mövcud olan ən qədim canlı qida mənbələrindən biri sayılan mikroskopik yosundur. Min illər əvvəl qələvi sulu göllərdə formalaşıb və bu gün əsasən Afrika, Çad gölü, Meksika və Asiyanın bəzi bölgələrində təbii şəkildə bitir. Eyni zamanda xüsusi fermalarda yetişdirilir. Qida dəhərinə görə son dərəcə qeyri-adidir. Qurudulmuş halda 100 qramının təxminən 60-70% proteindən ibarətdir. Müqayisə üçün 100 qram mal ətində bu göstərici təxminən 26%, toyuğun sinə ətində 24%, yumurtada 13%, mərciməkdə isə 25% civarındadır. Üstəlik, spirulinadakı protein tam zülaldır, yəni bədən üçün vacib olan bütün amin turşularını ehtiva edir. Tərkibində yüksək miqdarda dəmir, maqnezium, kalium, yod, B qrupu vitaminləri, beta-karoten və güclü antioksidant olan fikosiyanin mövcuddur. Yağ miqdarı azdır, lakin olan yağlar əsasən faydalı yağ turşularıdır. Kalorisi aşağı, qida sıxlığı isə çox yüksəkdir. Bu xüsusiyyətlərinə görə spirulina həm çəki nəzarətində, həm də fiziki yüklənmənin çox olduğu dövrlərdə xüsusilə dəyərlidir. Bodybuilderlər üçün spirulina əzələ bərpasını sürətləndirməsi və məşqdən sonra yaranan iltihabı azaltması ilə seçilir. Antioksidant təsiri sayəsində sərbəst radikalların hüceyrələrə verdiyi zərəri zəiflədir və bədənin daha tez toparlanmasına kömək edir. Dəmir və xlorofil tərkibi oksigenin toxumalara daşınmasını yaxşılaşdırır, bu da dözümlülüyü və enerji səviyyəsini artırır. İmmunitet sistemini gücləndirməsi isə ağır məşq proqramları zamanı bədəni əlavə stressdən qoruyur. Spirulina insan orqanizminə daha geniş təsir göstərir. Qan şəkərinin stabilləşməsinə, xolesterol səviyyəsinin azalmasına, bağırsaq mikroflorasının dəstəklənməsinə kömək edə bilər. Bəzi elmi müşahidələrdə iştahın tənzimlənməsində də rolu olduğu qeyd olunur. Məhz bu səbəblərə görə spirulina superfood adlandırılır. Qəbulu adətən toz və ya tablet formasında olur. Yeni başlayanlar üçün gündə 0,5-1 qram kifayətdir. Bədən uyğunlaşdıqdan sonra bu miqdar 3-5 qrama qədər artırıla bilər. Ən uyğun vaxt səhər saatları və ya məşqdən əvvəldir. Hamilə qadınlar, autoimmun xəstəlikləri olanlar və müntəzəm dərman qəbul edən şəxslər spirulina istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Düzgün istifadə edildikdə, spirulina həm sağlamlıq, həm də fiziki performans baxımından güclü və təbii dəstək vasitəsidir.